olub, ola da bilməz. Burada nə baş verir? Palto sözünün yanında bahalı söz var. Bahalı paltoya aiddir. Deyəcəksiniz, qara da paltoya aiddir. Paltonun qara olduğu məlumdur, bəllidir. Amma qaranın işi bahalı sözünə aid olmaqdır. Və yaxud da bunun yerini dəyişin. Bahalı, qara paltosunu. Azərbaycan dilində kimsə deyə bilməz ki, belə şey %100'dür. Hər cürə şey qarşımıza çıxa bilər. Xüsusən də ədəbiyyat cümlələrinə baxsaq, yəni istənilən cümlə qarşımıza çıxa bilər. Sən orada səhvdir deyə bilməzsən. Bahalı sözü nəyə aiddir? Qara sözünə. Bahalını qara təyin edir. Qaranı bahalı təyin edir. Qara isə palto sözünü təyin edir. Aydın oldu. Və ona görə bunlar qeyri-həmciz təyinlərdir. Amma birdən bunun arasında mevcud da qoya bilər. Dediyim kimi, bizdə yoxdur, ola bilməz cümləsi yoxdur. Bahalı qara da verə bilər. Əgər belə bir formada versə, bunlar ikisi də buna aiddir. Amma sizin qarşınıza belə cümlə çıxar ki, yaşıl meşələr, füsunkar göllər insanı valeh edir, məsələn. Uşaq götürür yaşılı təyin, füsunkarı təyin, deyir, bunlar həmciz. Həmciz deyil. Baxın, ən çox bunda çaşılacaq. Yaşıl nəyə aiddir? Meşələr. Füsunkar göllər. Bundan %100 sual düşür, %100. Üçüncü qrupa 100% sual düşə bilir. Qeyri-həmcizin, həmcizin ayrılması formasına bunu yazır. Siz də bunu həmciz götürürsünüz səhvən. Bax, eyni sözə aid olmaq burada görürük. Aydın oldu. Həmciz bir də xitablar var. Məsələn, xitablar sizi çaşdırmasın. Xitab bilirsiniz ki, Rusina Abraşenyadır, çağrılanı, müraciət eləyəni bildirir. Məsələn, ay qızım, bura bax. Bu, deməli, nida ilə işlənir. Bilirsiniz ki, ay o nidalardandır ki, o təkcə işlənə bilməz. Belə bir sual düşür. Yəni, təkcə işlənə bilən və bilməməz. Ey, deyə bilirsən. Amma ay deyə bilmirsən. Ay qız deməlisən, mütləq yanında nəsə olmalıdır. İndi baxın, siz mürəkkəb xitablarla həmciz xitabları dəyişik sala bilirsiniz. Ay mənim gözəl qızım desən, bu mürəkkəbdir. Bir dənə müraciətdən gedir söhbət. Amma deyirsən, qızlar və oğlanlar vaxtında gəlin. Burada iki obyekti görürsən sən. Müraciət obyektini, qızlar və oğlanlar. Deməli, birincisi bir dənə xitabdır, mürəkkəbdir. İkincisi sadə xitablardır, amma həmcizdirlər. Aydın oldu. Həmcizlərin arasında vergül də olur və bağlayıcı da ola bilir. İştirak bağlayıcıları da iştirak edir. Eyni zamanda inkar bağlayıcıları və bölüşdürmə bağlayıcıları da olur. Məsələn, gah oturur, gah durur. Nə oxuyur, nə qulaq asır. Bax, həmcizlər arasında. Həm oxuyur, həm qulaq asır. Oxuyur da, qulaq da asır. Ki verdiniz, həm iştirak bağlayıcıları, həm bölüşdürmə, həm inkar, həm də birləşdirmə olan və bağlayıcısı və ilə bağlayıcıları olur. Yəni, bunu mən kitabdan oxumuram. Deməli, məntiqlə düşünürəm ki, bunlar təkrarlanan bağlayıcılardırsa, bir neçə dənədirsə, deməli, bu nələrin arasında olacaq? Həmcizlərin arasında olacaq. Aydın oldu. Həmciz üzvlərdə ümumiləşdirici söz var. Bu ümumiləşdirici söz ya bunlardan əvvəl olur, ya da sonra olur. Burada bizi nə çaşdırır? Durğu işarəsi. Bir də içində onu tapmaq. Ümumiləşdirici söz mütləq ümumiləşdirmə formasını daşıyan sözlərlə ifadə olunur. Məsələn, hamı, hər şey, hər kəs, bütün tipli və ya tək olmaz, bütün insanlar o şəkildə də söz birləşməsi kimi də ola bilər. Yəni, görürsən ki, ümumiləşdirir. Bu cümlənin əvvəlində olanda ondan sonra 2 nöqtə qoyulacaq. Əgər həmciz üzvlərdən sonra gəlirsə, ondan əvvəl tire işarəsi qoyulacaq. Amma burada onlardan əlavə sözlər də işlənə bilər. Birinci əlavəsiz işləmək, məsələn, hamı, 2 nöqtə, müəllimlər, şagirdlər, valideynlər oraya yığışmışdır. İndi bu hamının yanına yənini də qoya bilərəm. Hamı, yəni, 2 nöqtə, yenə bir şeydir. Yəni, məsələn, bağlayıcılarından bilirik ki, bu bağlayıcılardan sonra vergül ola bilməz. Yalnız 2 nöqtə, ya nöqtəli vergül ola bilər. Yəni, ilə məsələndə hətta demişdik ki, bu bağlayıcılar tabesizlərin içərisində yeganə bağlayıcılardır ki,
həmcins sözlərin arasında işlənmir. İşlənmə məqamlarından biri budur. Niyə işlənmir? Niyəsi var? Çünki bunlar aydınlaşdırır. Adı nədir? Aydınlaşdırma. Bunlar konkretləşdirir, aydınlığa çıxardır. Bu izah edir nəyisə. Ona görə də həmcins sözlərin, sadalanan sözlərin aralarında iştirak edə bilməz. Burada məsələn də ola bilər. İndi mən bu hamını keçirib axıra salıram. İndi məsələn, valideynlər, müəllimlər, şagirdlər, tire, hamı. Deməli, əvvəldə 2 nöqtədir, sonda tiredir. Bunu uşaq niyə səhv yazır? Unudur. Duru işarələrinə baxmır. Və yaxud da burada tire yazıram, bir sözlə, ara sözünü yazıram, bir sözlə, vergül, hamı. Yəni, bir sözlərin yeri buradır, yəni yeri buradır. Yenə də deyirəm nəyi? Bu %100 deyə bir qayda yoxdur. Yəni, hər şey yeri dəyişə bilər. Yəni, bu gəlib burada da çıxa bilər. O tərəfdə də çıxa bilər. Sadəcə qarşımıza çıxan formaları deyirik. Bir dənə yadda saxlayın. Başda 2 nöqtə, axırda tire işarəsindən istifadə olunur. Bu oldu həmcinslər. Sonra əlavələri başa salmışaqlar. Mütləq gedib qaydaları oxuyursunuz. Lazım olsa video izaha baxırsınız. Sonra isə mənimsəyirsiniz qaydanı, mənimsədin. Bu səfər yadda saxlamaq lazımdır. Yadda saxlamaq üçün də mütləq qaydanı əzbər öz-özünə danışmalısan. Sonra keçdik əlavələrə. Bax, müəllim deyilir, uşaqlar, əlavəyə gəlin. Çox işlətmişik bunu. Yəni, başqa bir dərsdir, bundan artıq bir dərsdir, çağırır.